Vüqar özü üçün yaşamaz. Bəli, Vüqar özü üçün cənnət həvəsində olmaz. Vüqar özü üçün ahirətin düşünməz. Vüqar xalqı üçün yaşamağı, dəyərləri üçün yaşamağı üstün tutar. Biz bugün öldük, getdik, canımızı qurtardıq, yox. Dəyərlərimizi qoruyaq, xalqımızı qoruyaq, qəbiləmizi qoruyaq. Bizi nə illərdən bəri sürünüb gələn, dalımızsa gətirdiyimiz babalarımızdan qalan kollektiv şuurumuzda bizlə gələn dəyərləri qoruyaq. Mən bunun üçün yaşamağı deyirəm. Sən nəyə istəyirsən inan, nə eləyirsən elə, amma dəyərlərimizə hörmət elə. Şəkər buraya, qoğala, tondala hörmət elə, bizim dəyərlərimizə hörmət elə. Bəli, bu dünyada, bu kainatda, bu təbiətdə heç nə özü üçün yaşamır. Dəyərləri üçün yaşayır, öz qəbiləsi üçün, öz xalqı üçün, öz milləti üçün yaşayır. Mən bunu demək istəyirəm. Mən onu demək istəyirəm ki, birləşək, bir olaq, dövlətimizin, xalqımızın birliyi uğrunda, cənab prezidentimizin, rəhbərlərimizin, onlar heç də siz düşündüyünüz kimi başdan soğuda adamlar deyil. Onlar hər biri dünya görmüş adamlardır. Kim nəyə inanır, kim nə inir eləsin. Amma boş şeylərə baş qoşmayın. Mən yetim oğlanam, heç bir dəstəyim, heç kimim yoxdur. Amma onu bilirəm ki, həqiqət budur. Bu dünyada xalqı üçün, qəbiləsi üçün, milləti üçün yaşayan kişidir, şərəflidir. Çünki hər kəs ölüb gedir. Amma bizim ardımızsa böyük bir sülalə hələ davam eləyəcək. Xalq, millət bu yaşayacaq. Sən o üçün nə qoyub getdin? Canımı götürdün, başımı götürdün, qaçdın, getdin, 5 manat qazandın. Deyil. Yaşamaq lazımdır. Amma o yaşayışın içində bizdən sonra yaşayacaq insanları, bizim övladlarımızı düşünmək lazımdır. Ona görə bir olmaq lazımdır. Mən bunu demək istəyirəm. Kim nəyə inanır, inansın. Öz şəxsi işidir. Amma bizim dəyərlərimizi, bizim milli dəyərlərimizi üstün tutsun. Bax, bunu işarə edirəm. Bunu demək istəyirəm. Çünki son gəldiyim nəticə budur, əzizlərim. Qadan alım sizi. Mən bunu demək istəyirəm. Vallah, billah, yoxdur. Ondan o tərəfəsi yoxdur. Hara gedirsən, get. Bu torpaqdan dəyərli bir şey yoxdur. Bu torpaqla bağlı olan hər şey bizim canımız, ciyərimizdir. Bizi, bu torpağa bağlayan hər şey bizi bir-birimizə bağlayır. Mən bunu demək istəyirəm. Qurban olum sizə.